A və B natural ədədlərdir. AB x kvadratdır və A plus B cəminin ən böyük və ən kiçik qiymətləri cəmi 144 olarsa x-i tapın. Deməli, A ilə B natural ədədlərdə A plus B cəminin ən böyük qiymətini istəyir. Mən buna bir şeylə yanaşım. Bu natural ədədlərdə və yaxud da ki, müsbət ədədlərdə bu ədədi orta, həndəsi ortadan böyük bərabər olduğuna görə bu 2 kür altı AB-dən böyük olur. Bunu bilin. Yəni A plus B böyük bərabərdir olur 2 dənə bu x-dən. Yəni bunun ən kiçik qiyməti nə olacaq? 2x olacaq. Ümumiyyətlə, hasil sabit olanda cəmi ən kiçik götürmək üçün onları bir-birinə bərabər götürmək lazımdır. Yəni A-nı ilə B-ni bir-birinə bərabər götürmək lazımdır. Bax, məsələn, deyirəm ki, hasili 15-dir. Və yaxud da ki, belə götürək də, biz naturallıqdan götürək. Məsələn, 36-dır deyək. Onda bunun cəminin ən balaca olması üçün gərək bunlar bir-birinə bərabər olar. Və yaxud da ki, müsbət ədədlər üçün, yəni A ilə B 6 götürdüm də, toplayanda 12 edir. Və yaxud müsbət ədədlər üçün, məsələn, deyirəm A vur B 10-dur. Onda bunlar bərabər ola bilmir, natural götürsəm. Onda bunlar bir-birinə yaxın ədədlər olanda olur. Məsələn, birini 5 götürərəm, birini 2 götürərəm. Amma natural yox, müsbət ədədlərdirsə, onda A ilə B bir-birinə bərabər olur və hər ikisi nə olur? Kök altı 10 olur. Toplayanda da o elə bax, həmin düstur ödənir. A plus B böyük bərabərdir. Kök altı AB qaydası ödənir. Aparırsan, yerinə yazırsan. İndi bu nə oldu? Ən balaca olaraq 2x oldu. Bəs yaxşı. Cəmin ən böyük olması üçün onda necə olar? Cəm ən böyük olsun. A plus B ən böyük olsun. Onda A plus B ən böyük olsundursa, onda bunlar hasillər bir-birindən, hasildəki ədədlər, vuruqlar bir-birindən uzaqda olmalıdır. Məsələn, bu biri 1 götürərəm, birini 10 götürərəm, görərsin nə olar? Toplayanda ən böyük olar. Ona görə birini 1 götürəcəm. Birini də x kvadratı götürəcəm. Bax, olacaq belə. İndir ki, bunları topla. Yəni 1'i götür, x kvadratını götür, 2x'ini götür və bu 144'dür. Bitdi də. İndi bu nədir ki? X plus 1'in kvadratıdır 144. Onda x nəyə bərabərdir? 11'ə. Şifahi. Əla.